Esselamu Aleyküm ve Rahmetullah. Deməli, Balakən şəhərinin Hənifə kəndində 10 sot torpaqla bir yerdə ev, cəmi 20.000 manat. Elə yer göstərəcəm ki, həm marşrutu var, həm işləməyə qəşəng iş yeri var, həm də ev var. Bismillah. Deməli, qabaqda gördüyünüz kərpiç zavodudur. Maşallah, hər gün işləydi. Buradan marşrut da işləyir, qəşəng yaşayış evləri də var. Tam olaraq burada gördüyünüz kimi 10 sot torpaqla həyət evi satışa çıxarılıb. Qiymət cəmi 20.000 manatdır. Baxın, evin üzəri qəşəng, bağlı, dəmir şifirdir. Girək həyətə, bir çöldən belə bir dənə işığı zadı. Görün, normal dekorasiya zaddır. Deməli, girişdə belə bir dənə həyət var. Belə göstərim mən sizə Allahın izni ilə. Baxın, 10 sot torpaqdır. Deməli, belə fırlayım, belə göstərim. Buranı dağıdıb, böyük qapılar da qoya bilərsiniz bu yerə. Qəşəng qapılar da qoya bilərsiniz. Belə mən sizə mümkün qədər göstərməyə çalışım. Evin öndən görüntüsü budur. Yepyeni tikilibdir. Ev ümumi olaraq 2 otaqdır. Belə göstərim mümkün qədər. Baxın belə. Ev ümumi olaraq 2 otaqdır. Yeri, qabağı belə plaşatkadır. Qabağı da örtülüb. Nəmdən, yağışdan qorunmaq üçün belə navesi var. Gördüyünüz kimi qəşəng. Deməli, burada ortada girişdə bir dənə böyük otaqdır. Belə göstərirəm. Burada sol tərəfdə görürsünüz, sol tərəfdə bir dənə ala böyük otaq var. Və bu pəncərə olan yerdə, burada sağ tərəfdə, mən göstərməyə çalışacağım inşallah. Burada sağ tərəfdə mətbəxdir və sanitar qovşağı da sanuzeldə orada yerləşir. Yəni, möhkəm tikilmiş evdir. Yuxarısında belə gördüyünüz kimi kəmərdən istifadə olunubdur. Arxada torpaq sahəsi var. Yenə demək istəyirəm ki, Balakən rayonunun Hənifə kəndində 10 sot torpaqla bir yerdə belə qəşəng, xudmani, az gəlirli ailələrimizin istifadə edə bilməsi üçün, yaşaya bilməsi üçün belə qəşəng evdə var. Dedim oranı göstərim. Maşallah, tuta bax, tuta. Ay maşallah, maşallah, nə qədər tutular ha, hayf. Qəşəng, buranın mürəbbət bir şey olur məmlən altından. Belə bir dənə toyuqça baxmaq üçün Avropa standartlarına uyğun hində var. Burada əlavə torpaq sahəsidir. Aça bilsəm. Nə oldu? Dostum bağlayıb buranı. Ya, açacağım ya. Aha, açdım. Açdım. Girək içəri. Baxın. Burada belə torpaq sahəsi var burada da. Yəni, sənə belə deyim ki, torpaq qiymətinə ev. Və bu torpağı alırsa, o gördüyünüz ev sizə pay verilir. Və əsası da